Bir daha yani. Yox. Bu düz gəlmədi axı. Yox, belə olmaz. Gəl təzədən başlayaq. Salam. Məleki. Vidoş haramzadə. Dünən axşam yuxuda mənə ayan olub ki, mən seçilmişəm. Bilmirəm, indi mənə alladıblar, yoxsa doğrudan mənə seçiblər. Amma mən qərara gəldim ki, yuxudan duranda bunu insanlarla bölüşüm, paylaşım. Mənə dedilər ki, insanların qazancının tən yarısı sənədir. Dedilər, hamısı sənədir. Hamısı sənin halal xoşun olsun. Ona görə də eşidirsiniz, gedib işləyib, əziyyət çəkib, qazanıb, gətirib mənə verirsiniz. Mən də sizin sağlığınıza yeyirəm, içirəm, yatıram, bütün gün eləyirəm. Yaxşı, bax sən öl deyirəm, qazancınızı gətirib mənə verməsəz var ha. Sizin kanalizasiya turbunuzu taparam. Çerez kanalizasiya turbası belə üzüb gəlib evunuzun içində peyda olar ha. Sonra yatdığınız yerdə gəlib cibinizdə bütün pulları götürərəm. Bax deyirəm ha, sonra iydən evin içində otura bilməzsiniz. Xoşluqla gətirin özünüz mənə bütün pulunuzu verin. Yaxşı? Bax məndən sizə deməkdir ha. Mən sizə dedim, sonra deməyin ha, niyə belə oldu, nəyə görə oldu. Ay deyəm, bu nə idi? Ay deyəm, mən vəş gəldi. Deyəm, görüm nə deyirlər. Ay deyəm, vəş gəlir. Sakit, deyəm, vəş gəlir. Bir dənə deyəm. Görüm nə deyəcəklər. Biraz set zəifdir. Gec gəlir və. Mənə dedilər ki, karıçı, müharibəni dayandırmaq lazımdır. Ukrayna ilə Rusiyanın arasında olan müharibəni dayandırmaq lazımdır. Müharibəni dayandırmağın yolu da bilsən nədir? Gəlib masaya otururlar, müqavilə qol çəkirlər. Rusiyanın qaz ixracından gələn gəlirin 3də 2-si mənimdir. Ukraynanın da taxıl ixracından gələn gəlirin tən yarısı mənə çatmalıdır. Əgər buna razılıq versələr, müharibə dayanacaq. Və salam, bu qədər sadə.